Hə, gəldim və sizlərə 2 mərtəbə Xırdalanda ev tapmışam ki, gəl görəsəni. Bizə nə qiymət? Qiymət çox ucuz, çox qəşəng 2 mərtəbə, 3 otaq. Desən arada avtobus dayanacağına cəmi 50 metr məsafədə otur düz şəhərə çıx ki. Probkasız nə idi? Probkasız Xırdalan yoxdur. Yəni rahat otur get. Ay ayaq üstə qalım, nə arxa stенkadan sallanım, arxa qapıdan sallanım, elə şey yox. Evin əsas giriş hissəsi buradır. Əl üzü yulan var burada, hamamı, tualeti buradadır. Çək göstər. Keçək evin girişinə. İçəri daxil olursan, bu hissə mətbəx üçün nəzərdə tutulub. Zal studiodur. Zalla mətbəx bir yerdir. Padvalına bax, göstər. Şəxsi tikili evdə yenidən təmir işləri görülüb. Padvala göstər tam olaraq. Bax, betonuna bax yerinin. Bizə betonu dalı, cüt daş, hər şəraiti var. Geniş bir dənə mətbəx, zal, studio və qalxırıq 2-ci mərtəbəyə doğru. Burada 2 dənə pəncərəsi var. Bax, bizə işıqlı evdir. Qalxaq 2-yə. Mərtəbədəyik. Pləkanlarını da göstər, qəşəng rahat da pləkanları var. 2-ci mərtəbədə burada şkaf yığmaq üçün yeridir. Bir gəl burada geniş və səliqəli yataq otağı, panorama, Xırdalanın gözəl, rəngli krişalı evlərinə. Keçirik evin. Burada da 2-ci yataq otağı. Otaqlar geniş, səliqəli. Başqa yerdə bu evdən qiyməti bilsən neçədir? 70 min. Mən sənə evin qiymətini bilsən neçə deyəcəm? 62 min. Hələ gələcəksən, razılaşacaq. 2-ci panoraması da özü bu tərəfədir, görsən. Bu pəncərəni, o pəncərəni aç, ev olur bombuz. Amma qışda kombini qoyub, ot kimi. Çünki bilsən nəyə görə? Qoşadaş, izolyası da olmur. 62 min deyirəm, gəlirsən danışırıq. Sağ ol.